maddələr reaksiyaya girib hansı reaktordan alınır? X ilə Y aşağı düşübsə, o reaksiyaya girib, Z reaksiyadan alınıb. Orada səhv eləmirəmsə tarazlıq kimi olub uşaqlar. BST olub. Mən belə xatırlayıram. X neçədən başlayıb? 7-dən. X-in başlanğıcına 7. Y-in başlanğıcına da 7. X neçədə dayanıb? 6. Dayanan nöqtə tarazlıqdır. Y neçədə dayanıb? 4-də. Z neçə əmələ gəlib? 2. Məhsulun əmələ tarazlığı onun sərf olunmasına bərabərdir, bilirsiniz. Burası 0 qəbul edilirdi. İndi 7-dən 6-ya düşübsə bura 1, 7-dən 4-ə düşübsə bura 3. Biz indi molları nəyə görə qoyurduq? Əgər yadınızdadır, mollar sərf olunmaya görə qoyulurdu. X-in sərf olunması 1, Y-in sərf olunması 3, Z-in sərf olunması 2. Baxın, belə sual görmürsünüz tarazlıqda, biz çox işləmişik. Yenə deyirəm, qrafikdə başlayan nöqtə başlanğıc. Dayandığı nöqtə uşaqlar tarazlıq. 7-də başlayıb X-dən Y, 7 yazdım başlanğıcına. Neçədə dayanıbsa, dayanacaq tarazlıq. Sərf olunma isə fərqlidir. Və əmsallar da, reaksiya əmsalı sərf olunmaya görə tapılır. Bir də səhv eləmirəmsə, burada bizdən KT-ni istəyirdi. Mən belə xatırlayıram. Tarazlıq sabiti. O da belə olacaq. Əgər onu istəyirdisə, dəqiq yadımda deyil. KT belə hesablanırdı. Deməli, Z 2-dir. Məhsulu başlanğıcı 2, əmsalı 2-dir. 2-nin kvadratı. 4-ün kubu vur 6 üstü 1. İndi burada bu 4 deməli, burada bu 4-dür deyə, bu 4 ilə bunun bir dənə 4-ünü aparıram. Burada 2 qalır. 4-ün kvadratı 16 vur 16, 96, 1 böl 96. Əgər bunu istəyirdisə, bu qalırdı. Baxın bir dənə. Bunu istəyirdisə, bu qalırdı.